Burada hər səhər çox maraqlı bir hadisə baş verir. Laosun Luang Prabang şəhərində hər səhər monklar bu cür sıra halında keçid edir və yerli insanlar bu cür onları gözləyirlər. Onlar keçidlərində isə onlara sədəqə verirlər. Bu sədəqə düyü və digər kiçik yeməklərdən ibarət olur. Bu gördüyünüz monklar özlərini tamamilə budizmə həsr etmiş, heç bir yerdə işləməyən, məbəddə yaşayan insanlardır və onlar yerli insanların verdikləri sədəqələrlə yaşayırlar. Onlar bu sədəqə vermə mərasimindən sonra yenidən öz budist məbədlərinə geri dönürlər və ibadətlərinə davam edirlər. Və bu sədəqə mütləq şəkildə yeməkdən ibarət olmalıdır. Yəni, bacaoğlu, götür bu pulu, cibində pulun olsun. Cavan oğlansan, ged uzan nə istəyirsən al, qəti şəkildə olmaz. Monklara pul vermək düzgün hesab olunmur. Bu sədəqə mütləq şəkildə yeməkdən ibarət olmalıdır. Gördüyünüz kimi xurcunlarını doldurubdular, qablarını doldurubdular və məbədlərinə doğru yola düşürlər.